Salam əziz izləyicilər, belə bir sualımız var. 3 elementli komplektlər N, H, S, R çəkilərin artma sırası ilə düzülüb. F komplektinin çəkisinə görə yerini müəyyən edin. Tövsiyə edirəm ki, videonu burada dayandırıb sualı cavablandırmağa çalışasınız. Daha sonra cavabınızın doğru olub olmadığını müəyyən etmək üçün videonu təkrar izləyə bilərsiniz. Komplektlərin soldan sağa çəkilərin artma ardıcıllığı ilə düzüldüyünü nəzərə alaraq bərabərsizlikləri ayrı-ayrılıqda müqayisə edək. N və H komplektlər arasındakı bərabərsizliyi nəzərə alaraq ortaq elementlərini ixtisar edirik. Nəticədə müəyyən olunur ki, dairə elementi rombdan daha ağırdır. Həmçinin S və N komplektlər arasındakı əlaqəyə baxsaq, ortaq elementlərini ixtisar etdikdə müəyyən olunur ki, kvadrat elementi də rombdan ağırdır. Və sonda R və H komplektlərinə eyni şəkildə baxsaq, kvadrat elementinin dairədən ağır olduğunu müəyyən edirik. Əldə etdiyimiz nəticələrə əsasən F və N komplektlərini müqayisə etdikdə F-in N-dən daha ağır olduğunu, F və H komplektlərini müqayisə etdikdə isə H-ın F-dən daha ağır olduğunu müəyyən edirik. Bu da o deməkdir ki, F komplekti çəkisinə görə N və H komplektləri arasında yerləşir. Həmçinin N və H komplektlərini toplayıb 2-yə bölsək, F komplektinin onların ədədi ortası olduğunu müəyyən edirik.